Xırdalan şəhərində qanunsuz fəaliyyət göstərən quş kəsimi sexində toyuq məhsullarından götürülmüş nümunələrin nəticələri məlum olub. Yenavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, laborator sınaq zamanı kənd toyuğu təəssüratı yaratmaq məqsədi ilə toyuqların tartrazin qida əlavəsindən istifadə edilərək sarı rəngə boyadıldığı aşkarlanıb. Tartrazin dərman və kosmetik vasitələrdə, eləcə də bəzi qida məhsullarında istifadə olunan sintetik sarı boyadır. İnsanlarda həssaslıq və allergiya kimi yan təsirlərə malikdir. Xatırladaq ki, akt əməkdaşları tərəfindən qanunsuz hallara yol verən Abşeron rayonu Xırdalan şəhəri Mikayıl Müşfiq küçəsi ev 3 ünvanında fiziki şəxs Salahov Şahin Salamoğluna məxsus quş kəsimi sexinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı sahibkar barəsində inzibati icraata başlanılıb. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib. Məhsullar ərazidən kənarlaşdırılaraq saxlanıca verilib.